Hər kəsə salam. Bugün şəhərdə sakinlərimiz arasında bir sorğu keçirəcəyik. Gəlin onların sorğumuza cavabını birlikdə izləyək. Salam. Qida ilə bağlı hər hansı təhlükəsizlik və ya uyğunsuzluqla qarşılaşdıqda hara müraciət edirsiniz? Azərbaycan Qida Agentliyinə. Bəs Qida Agentliyinin çağrı mərkəzini bilirsiniz? Bir-üç belə şeylər yadımdan çıxır. Mən sizə deyim o zaman, Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Çox sağ olun. Salam. Qida ilə bağlı hər hansı bir problemlə qarşılaşdıqda hara müraciət edirsiniz? Salam, hər vaxtınız xeyir. Bunda sizlə bilmirəm, qarşılaşmamışam bir halla. Siz nə təklif görürsünüz? Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə müraciət edə bilərsiniz belə bir problemli hallarla qarşılaşdıqda. Çox sağ olun, təşəkkür edirəm. Salam. Qida ilə bağlı hər hansı təhlükəsizlik və ya uyğunsuzluqla qarşılaşarsanız hara müraciət edirsiniz? Salam, Azərbaycan Qida və Təhlükəsizlik Agentliyinin 1003 çağrı mərkəzinə müraciət edirik. Salam. Qida ilə bağlı hər hansı bir təhlükə ilə qarşılaşdıqda hara müraciət edirsiniz? Qida Təhlükəsizliyi Agentliyinə. Bəs Agentliyin çağrı mərkəzini tanıyırsınız? Xeyr, zəhmətiniz istəyirsiniz? 1003 bizim çağrı mərkəzimizdir. Hər hansı bir probleminiz olarsa müraciət edə bilərsiniz. Yaxşı, çox sağ olun. Bəli, əgər sizin də qida ilə bağlı hər hansısa bir probleminiz varsa və ailənizin sağlam və təhlükəsiz həyat yaşamağını istəyirsinizsə, bizim 1003 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Gəlin birlikdə sağlam həyat yaşayaq.